Dostlar, keçən dəfə çəkdiyimiz video, yəni dünən çəkdiyimiz videonun Çangan motorunda ikinci silində pirə boyulan motorun problemin aşkarlandı. Motoru qoymuşuq yerə. Motor yerdədir. Qalovkada heç bir problem yoxdur. Klapanda heç bir problem yoxdur. Keçən dəfəki maşın kimi burjununda problem yoxdur. Problem hal-hazırda gördüyümüz Porsche'nin tini qırılıb. Usta, bunlar hansı halda qırılır İlyas usta? Yanacaqla bağlı da ola bilər, amma ki bu yanacaq deyil. Yürümüşləri özü bildirir ki, mən 95 ilə, daim 95 ilə sürmüşəm. Çox güman ki, zavodskoy defekti bunun. Zavod defekti düşünürsünüz. Aha. Diqqətlə baxsaz. Yəni Porsche'nin oynaması da burada görünür, yəni açıq-açıq. Çox rahat formada, yəni. Qırağındakı qaraltı, yanmanın, kompressiyanın izi də görünür. Və o biri silindirlərə baxanda görünür ki, burada yanma getmir. Ağappaq qalıb Porsche. Özü qalan silindirlər hamısı qapqaradır. Bunu da çəkə bilərsiniz. Bəli, Unizet 12.000 probeglə olan maşın, avtomobil 95 benzinlə işlədiyi halda Porsche'nin qırağında sınıq və Porsche'nin də bu cür oynaması bu normal bir hal deyil. Və bir də sizə bir şey deyim, bizim hər hansısa bir yanacaq olma məntəqəsini pisləmə kimi niyyətimiz yoxdur, amma nəzərinizə çatdırım ki, Lukoil'dan vurulan benzindir və Lukoil'dan vurulan benzin ikinci avtomobildir ki, artıq bizdə bu cür hadisələr baş verir. Öncədən yeni bir daha usta dediyi kimi sırf benzin problemi deyil, amma biz hava kollektorlarına baxanda gördük ki 10.000 prada girmiş hava kollektorunda çox bərbad vəziyyətdə çişləmələr var idi. Bu da benzin keyfiyyətsizliyinin zəifliyi də ola bilər olsun. Amma hal-hazırda gördüyümüz Porsche'nin oynaması Porsche'nin və zavod defektinin olmasıdır.